Deməli uşaqlar, bugünkü mövzumuz oxşar üçbucaqlarda hündürlüklər, medianlar və tənbölənlər. Kitabla paralel gedəcəm. Yəni evdə kitabı da oxuyanda qaranlıq qalmasın sizə. Amma yenə də kitabda çətin bir şey olsa, əgər qarışıq bir hal olsa, onu oradakini yox, öz dolayı yolumuzdan izah verəcəm ki, aydın olsun sizin üçün, rahat olsun. Deməli, oxşar üçbucağı hündürlüklər, medianlar və tənbölənlərdə teorem 3 dənədir. Bunlardan birincisi nədir? Deyir, oxşar üçbucaqların uyğun hündürlüklər nisbəti uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni, məsələn, tutaq ki, 2 dənə bizim, yəni belə deyək, 2 dənə bizim üçbucağımız var. 2 dənə bizim üçbucağımız var. Biri balacadır biraz. Aha. Bu tutaq ki, A, B, C'dir. Bura bir dənə BD hündürlüyü çəkilib. Digər tərəfdə M, N, P'dir. Bura bir dənə N, K hündürlüyü çəkilib. Bu nə deməkdir? Yəni BD-nin NK-ya nisbəti, yəni hündürlüklərin bir-birinə nisbəti bərabərdir. AB-nin, yəni AB tərəfin MN tərəfə nisbəti, MN tərəfə nisbəti, sonra BC tərəfin NP tərəfə nisbəti, bu da bərabərdir AC tərəfin MP tərəfə nisbəti. Yəni, qısacası, bu tərəfin nisbəti bərabərdir bu tərəfin nisbəti. Bərabərdir bu tərəfin nisbəti. Aydındır mı? Bu nisbətlər bərabərdir. Uyğun hündürlükləri nisbətlər bərabərdir. Niyə görə bərabərdir? Çünki üçbucaqlar oxşardır. İndi gəlin ikinci bir halda deyək. Teorem 2-dən də görə nə deyir? Oxşar üçbucaqların uyğun medianların nisbəti uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni, yenə də BM-in, tutaq ki, BD-nin, gəlin bir dənə də çəkək. Yaxşı. Məsələn, BM deməyək bunu. Buradan da bir dənə median çəkirəm. Bura D yazıram, bura K yazıram. İndi burada nə demək istəyir? Demək istəyir ki, BD-nin NK-ya nisbəti bərabərdir AB-nin M-nə nisbəti, yenə də BC-nin NP-yə nisbəti və AC-nin MP-yə nisbəti. Yenə də bu tərəfə nisbəti, buranın bura nisbəti, buranın bura nisbəti və medianların da bir-birinə nisbəti. Və üçüncü halda nə deyir? Deyir ki, oxşar üçbucaqların uyğun tənbölənlərin nisbəti uyğun tərəflərin nisbətinə bərabərdir. Yəni, burada da eyni qayda ilə tənbölən olmasına baxmayaraq yenə də bu tənbölənə nisbəti yenə də tərəflərin bir-birinə nisbətinə bərabərdir. Niyə görə bərabərdir? Çünki bu üçbucaqlar oxşardır. Aydındır. Başqa sualı olan var bu mövzu üzrə. Yenə də burada düsturlarla yerinə qoyuruq. Və sonda cavabı almış oluruq. Amma nisbətlər bərabər olmalıdır. Aydındır mı? Əgər bu problemli hissə deyilsə, qarışdırmayacaqsınızsa bir mövzunu da keçək. Yəni, məlumat verin mənə. Çətin olmayacaqsa bir mövzu da keçək. Keçər məlumat. Keçər. İndi isə keçək oxşar fiqurların sahəsi.
Uşaqlar, oxşar fiqurların sahələri nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Oxşar fiqurların sahələri nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Məsələn, oxşar dördbucaqlının uyğun tərəflərinin nisbəti A böl B olarsa, bu dördbucaqlının sahələri nisbəti A kvadratı böl B kvadratı olur. Məsələn, gəlin belə deyək. Bir dənə var dördbucaqlı çəkirəm. Hər hansı bir dördbucaqlı deyək də. Belə deyək. Tərəfləri 3-dür. 3,5-dir. Sonra 4,5-dir. Burada 6-dır. Bir dənə də burada böyük bir oxşar fiqur çəkirəm. Kvadrat deyil ha. 7-dir. 9-dur. 9-dur. 12-dir. 6-dır. Burayla bura bərabər. Yəni, o uyğun bucaqları bərabər. Yəni, bu nə deməkdir? Nisbətləri eyni olmalı. 6-nı neyiniyib 12 alıb? 2-yə vurub, düzdür? Deməli, hər tərəfi mən 2-yə vurub digər tərəfi almalıyam. 6-nı 2-yə vurub 12 eləyib. 3-ü 2-yə vurub 6 eləyib. 3,5-i 2-yə vurub 7 eləyib. 4,5-i 2-yə vurub 9 eləyib. Aydındırmı? Deyir, məsələn, əgər bunların tərəfləri A böl B nisbətindədirsə, onda bu dördbucaqların sahələri nisbəti də A kvadratı böl B kvadratı olacaq. Aydındır? Yəni, məsələn, bura 6-nı 2-yə vurub 12 eləyibsə, deməli 12-ni də 2-yə bölüb 6 eləyib. Birini vururuqsa, digərini tapanda bölürük. Düzdürmü? Belə. Bu mövzumuzda bu qədər. Sualı olan var mövzu haqqında? Hayır. Tamam o zaman, yekunlaşdıraq.